Çox sağ olun, hörmətli sədr, hörmətli millət vəkilləri. Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı hazırlanmışdır. Və bildiyimiz kimi 2024-cü il iyulun 1-dən etibarən Rəqabət Məcəlləsi qüvvəyə minmiş və bununla da anti-insar fəaliyyət haqqında, haqsız rəqabət haqqında və təbii insarlar haqqında Azərbaycan Respublikasının qanunları öz qüvvəsini itirmişdir. Yeni Rəqabət Məcəlləsi bazarda sağlam rəqabətin təmin olunması, qiymətlərin optimallaşdırılması və insara qarşı mübarizə istiqamətində əvvəlki qanunvericilikdən fərqli olaraq bir sıra mühüm yeniliklərin əsasını qoymuşdur. Məcəllədə ilk dəfə olaraq şaquli və üfüqi sazişlər, hökmran mövqe, yüksək və aşağı insar qiymətləri, rəqabət komissiyası, rəqabət orqanı və digər anlayışlar hüquqi şəkildə müəyyən edilmişdir. Bununla yanaşı, sənəddə bazar subyektlərinin rəqabət sahəsində vəzifə və hüquqları, rəqabəti məhdudlaşdıran sazişlər, haqsız rəqabət halları, dövlət nəzarəti tədbirləri, eləcə də qanun pozuntularına görə məsuliyyət mexanizmləri də öz əksini tapmışdır. Bu səbəbdən təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun dəyişikliklərin edilməsini nəzərdə tutur. Xüsusilə insarlıq hərəkətləri və rəqabəti məhdudlaşdırma maddəsinin həm adı, həm də dispozisiyası yeni Rəqabət Məcəlləsinin müddalarına uyğunlaşmışdır. Təklif edilən dəyişikliklərə əsasən Cinayət Məcəlləsinin 199-cu maddəsində qeyd hissəsində xeyli, külli və xüsusilə külli miqdar anlayışlarına da yeni təriflər verilmişdir. Hörmətli həmkarlar, bu dəyişikliklər rəqabət mühitinin daha da şəffaf və ədalətli formalaşmasına, eləcə də iqtisadiyyat fəaliyyəti sahəsində insarçılıq meyillərinin qarşısını alınmasına xidmət edəcəkdir. Həmkarlarımdan qanun layihəsini dəstəkləməyini xahiş edirəm. Çox sağ olun.